Güzel insanlar, hər vaxtınız xeyir olsun. Mənim adım burada görürsünüz və mən Telegram, TikTok və YouTube'dakı kupon kanallarının adminiyəm. Hamıya bol şans, uğurlar arzulayıram. Gözəl bir həftə sonu inşallah keçirərik. Keçən həftə nəticələrimiz əslində pis deyil idi, yaxşı idi. Yaxşının da üstündə idi. Hətta bəzi oyunlar oldu ki, burada özüm üçün xüsusi bir məqamı qeyd eləmişəm ki, Belçika liqasından tamamilə kənarlaşırıq. O liqa özünə heç bənzəmir, Avstraliya liqası kimi. Ümumiyyətlə, düşündüyüm hər şey tərs gedir, həm futbol baxımından, həm əmsallarla fərq eləmir. Yəni, bu liqanın öz həqiqətləri var yəqin ki, bu mövsüm üçün ən azından keçərlidir. Telegramın deməli, adını da ekranda görürsünüz. Bundan başqa 244-780 TFC ilə oynayanlar üçün 7-24 xidmətinizdədir. İlk depozitdə, minimum 20 manat olandan sonra ilk depozitdə siz 25% bonus əldə edirsiniz. Bunu da demiş olaq. Sonra nə qaldı? Mən bilən heç nəyi unutmadıq. Saytımız. Saytımızı mütəmadi izləyirsiniz, mütəmadi yenilənir. Hətta bugün dünəndən, 4-cü gündən, mən bu videonu cümə günü çəkirəm, 4-cü gündən etibarən mən bazar gününün belə XG gözləntiləri, statistikalar hamısını yerləşdirmişəm. O belə deyək də, o dost məclisinin menyusudur. Gətirib qoyublar qabağınıza, hansını istəyirsiniz, seçirsiniz və yeyirsiniz, belə deyək də, yaxşı məndə təbii ki. Mədəvizə düşmürsə dəyməyin. Dostlar, başladıq uzatmadan, video çox uzanmasın, siz də rahat izləyin. Bəzi oyunlarda öz fikirlərimi də deyəcəm, çünki təkcə ötən şənbə bazar 8 oyun izləmişəm 90 dəqiqə ərzində. Bu adama kömək eləyir, çox kömək eləyir gələcəkdə hansısa formada komandaları dəyərləndirməkdən ötürü. 15:30 şənbə günü Karagümrük Antalya Sporla oynayır. Seçdiyim proqramda 2 oyun var ki, onlara mən əminliklə deyə bilərəm. İndiyə qədər son dönəmlərdə bu söz ağzıma düşüb, amma bunun nəyə əsaslanıb deyirəm və 2 dəfə də yanılmamışam, haqlı çıxmışam. Biri Chelsea oyunuydu, xatırlayırsınız. Digəri unutdum hansı oyundu, önəmli deyil. Karagümrük Antalya Spor oyunu haqqında da onu demək istəyirəm. Amma bu mənim şəxsi fikrimdir. Buna kimdir mərc eləyənlər? Heç onun 1-20 əmsalı yoxdur da. Bu oyun səhərə qədər oynansa heç bitməz. Niyyəsini siz yəqin artıq özünüz də gözəl başa düşürsünüz. Komandaların durumuna baxın və s. və ilaxır. Datro Fofananı da Karagümrükdən Chelsea vaxtından əvvəl geri çağırdı. Liam Rozenyor çağırdı geri. Təsir eləyərmi Karagümrüyün oyununa? Ola bilər. Amma Karagümrük ayağa çox yaxşı pas oynayan komandalardan biridir Türkiyədə. Antalya'da Karagümrüyün üstünə burada necə gələcək biz hamımız bilirik. Ki, bunlardan rahat 3 xalımızı almalıyıq biz. Alarsan. Alarsan, bəlkə də. Bildinizdə nə mənada deyirəm, alarsan. Mənə görə bu oyunda 1-2-5 üstü, risklisi qol-qolu 2-5 üstü. Çünki müdafiədəki boşluqlarından dolayı və beyindən dolayı, sırf bu oyundan gedir söhbət, yəni beyindən dolayı. Qol-qolu 2-5 üstü, bir tərəfli gedərmi bilmirəm, ola bilər. Və hətta bunu artıq əmsalına baxaraq, siz böyük məbləğlərlə oynayanlar bunu rahat şəkildə dəyərləndirə biləcək də, öz belə deyək, cibinə uyğun əmsal azaldaraq. Bu oyunda mənim canlı seriyalarımdan biri olacaq. İkinci hissədə biz ən azı bir qol görəcəyik. Ən azı sözün altına xət çəkirəm. Dedim deyəcəyimi, getdik. Elversberg Hertha ilə oynayır. Elversbergin oyunlarında sadəcə ortalığa 2-5 üst. Könül istəyər ki, bu Elversbergin 2 topu ilə getsin. Herthanı mən çox bəyənmirəm. Niyyəsini dəfələrlə izah eləmişəm məncə, keçən mövsümdən izah edirəm. 2-5 üst. Bu oyunda da time'da və ikinci time'da qollar gözləyirəm. Qol yox, qollar gözləyirəm. Görək, xeyirlisi. Heidenheim, Hamburg, o bayaq dediyim məsələnin davamı. Bu oyunda səhərə qədər oynansa, heç bitməz. Niyyəsini sizə deyirəm. Vaxtınız varsa, kimsə məni haqsız çıxartmaq istəyirsə məsələn, və yaxud da ki, kimsə xoş niyyətlə demək istəyir ki, İlkin bu sözü niyə belə dedi? Və yaxud da ki, Dortmund, Heidenheim oyununa oturub baxanlar varsa, heç əziyyət çəkib təzədən baxmaya ehtiyac yoxdur. O montaj olunmuş highlightları demirəm, Sırağa gündə bu barədə danışırdım bir futbol məclisində. Abi, Dortmundu Allah saxladı ən azı 3 epizodda.
üst dirəkdən bu qədər məsafədə, sağ dirəkdən birində qapıçının əlinə top necə gəldi, düşdü. Kobel özü də şoka düşdü ki, bunu necə vurmadın sən? Yəni Heidenheim ipləri qopardıb, əfsanə, Heidenheim əfsanəsi Schmid ipləri qopardıb. Hər oyuna final oyunu kimi çıxır və iki oyuncu adı deyəcəm sizə. Birini yəqin artıq eşitmişsiniz adını, çox eşitmişsiniz sözdə. Vushkovichdir, Hamburgdakı, Tottenham'da istəyir, amma artıq hamı ələqə düşüb deyirlər ki, United alın, Chelsea alın, Bavariya artıq Robben də deyib ki, Bavariya bunu niyə almır bu uşağı? Bir də Heidenheim'ın sol cinah oyuncusuna baxın, müdafiəçisinə. Adını unutdum. Borussia Dortmundu avtobana çevirmişdi orasını. Özü də o cinahı. 18 yaşı var abi, zarafat deyil. Yəni, uzun sözün qısası, burada nə demək istəyirəm mən sizə? Bu oyun heç bitməz, canlı gedir, oyun 0-0'dır. Dank bir dənə 0-5 ortaya, yaxşı əmsallan. 60'da, 70'də məsələn deyirəm. İkinci hissədə bu oyunda qol var. Hamburgun oyunundan dolayı. Ki, birinci hissəni yavaş, Heidenheim qızıb, ehtiyatla. Amma Heidenheim anormal temp verir dostlar oyuna. Anormal, yəni belə metrikalara zada bu yansımır. XG gözləntisi toplamda Borussia Heidenheim'in bir yerdə XG gözləntisi 6 idi də, düzdür? Amma mən burada sizə bu sözü əminliklə deyirəm ki, o oyunda 8 gol olmalıydı ən azı. Ki, 5'ini biz gördük, 8'i olmalıydı ən azı. Və bunun 3'ü Heidenheim'in gol olmalıydı. Belə. Yəni, bu canlı bir pasıydı, nəzərinizdə olsun. Wolfsburg-Dortmund. Wolfsburg fikir vermişsiniz, time'larda gol buraxmamağa başlayıb. Mən deyirəm ki, Dortmund səfərdə bu mövsüm daha yaxşıdır. Kovaça olan antipatiyamı bilirsiniz, amma Dortmund məncə time'da vuracaq. İkinci time'da da hətta Wolfsburg'un oyunundan dolayı vuracaq. Toplamda nə oldu? Dortmundun 2 topu və yaxud da ki, hissə qazanarı varsa əmsal, inanmıram olsun. O da ki, Wolfsburg'un indiki durumuna görə elə əmsal açırlar da Wolfsburg'a. Haqlı da əmsaldır belə götürəndə. Sankt Pauli, Stuttgart. Bu oyunda time'da bir top var ən azı. İnşallah ki, Sankt Pauli vurar, çünki Stuttgart həftə içi kubokda da oynayıb. Dincəlməyə vaxtı olub, amma yetərli deyil abi. Mən dünən futbol oynamışam, bugün ölürəm. Hələ bugün də futbolum var cümə günü. Bərpa oluna bilmirəm, 6 bazar bərpa oluna bilmirəm. Biz nə oynayırıq ki? İndi Stuttgart'ın oyuncular dala qabağı 2 gün bəs eləmir abi. Bu zədələrin çoxsu ona görədir. 90% zədələr yorğunluqdandır. Fiziki ağırlığa dözmür bədən. Birinci hissədə burada ən azı bir top var. Nəzərinizdə olsun. İndi isə yavaş-yavaş artıq keçirik hamının dəyərləndirə biləcəyi əmsalları və əslində Karagümrükdə, Herta'da, Dortmundda da ondan danışırım. Sadəcə Sankt Pauli və Heidenheim oyunlarında sizi bir şeyə hazırlayıram ki, siz onu dəyərləndirə biləsiniz. Bournemouth Aston Villa oyunu var, düzdürmü? Dostlar, Aston Villa'da ciddi düşüş var, amma Aston Villa oynayır. Amma düşüş var. Bilməm, düşüşün səbəbini də başa düşəmirəm. Həmin komandanın da, bilməm, yəqin komandanın genetikası ilə bağlıdır ki, bura qədər imiş də bizimki də. Bilməm, bu gün çıxıb bəlkə də udar. Bu oyunda dostlar, ən azı 2 top var. 2 üst oyunudur bu. Mən sadəcə burada özümü yoxlayacağım. Ki, izlədiyim komandalardır. Bu arada Krupi də Musa Sissoko ilə müqavilə imzaladı. Musa Sissoko da Junior Elie Krupi. O da Dembele'nin, Cherki'nin, Desire Doué'nin agentidir. Qəşəng satışa hazırlayırlar. Krupi də əla oyuncudur həqiqətən də. Krupi də elə bugün bəlkə vurar. Evanilson da xoşlayır belə rəqibləri. Aston Villa'nın müdafiəsi sıxıntılıdır dostlar. Bournemouth hər oyunu artıq final oyunu kimi çıxmağa başlayıb. Mən deyirəm ki, günündə olan Bournemouth 2 top vurar. Əmsalına özünüz baxarsınız. Amma 2 üst deyirəm bu oyuna. İnşallah ki, yəni ən azı 3 top olar. Bournemouth'un da bu arada liqada ən çox qol ortalaması 10 oyunlarındadır. Bu 3.32'dir, sayta qoymuşam bunu. Amma statistika ilə mərc eləmək də düzgün deyil. Mən sizə izlədiyim komandaların Bournemouth burada nə oynayacaq? Qapanar. Aston Villa bu Bournemouth'dan oyununda qapanar. Aston Villa tökəzləməyə başlayıb. Brentford'u uduzdu axırıncı oyunu. Burada çox açıq oyun görərik biz dostlar.
Çox açıq. Arsenal Sunderland. Arteta Sunderland'in kimliyini bilirmi sizcə? Burada belə deyək, Sibriz ətrafında oturmuş ilkin bilirsə, nə bilim, Məmməd bilirsə, Əli bilirsə, Əkbər bilirsə, bu dünəndən bilir. İndi bir yerə bağlayacağam. Evində oynayan Arsenal var. Sunderland kimi qapanan, ikinci hissələrdə oyunları çözülən komanda ilə oynayır. Arsenal time'da vurmağa məhkumdur. Mən bunu bilirəm. Çox pis diriyəcək Arsenal. Kontratakdan bəlkə də qol yeyər elə time'da. Robbi də əla formadadır. Amma Arsenal arxaya yaslanar bu oyunda. Arsenal indi birdən ağlıma girdi. Bəlkə də bol kornerdə görə bilərik time'da. Arsenal da sağdan, soldan zaten korner axtarırlar. Amma time'da vurmağa məhkumdur. Başqa heç nə deyə bilmərəm. Hala ehtiyatı da var deyə, belə qələbə 1-500 falan bunlar mənlik deyil. Sadəcə oyunun bir analizidir də. Hull City, Bristol City. Deməli, bu oyunda dostlar, bu oyunda gəlin belə danışaq da, əla əmsalla, bu oyunun 2-5 üst əmsalına bir baxarsınız, əla əmsalla mən 3 üst deyirəm, 3-5 üst deyirəm, siz sığortalayın, necə istəyirsə elə dəyərləndirin. Bu oyun time'da çıldırar hətta, mən sizə deyirəm. Mən sizə deyirəm, indi dil öyrəşib deyə deyirəm, təkəbbürüyə yazmayın. Belə. Birmingham, Leicester. Leicester'ın xallarını sildilər. Dünən qərar çıxdı. Yəni 4-cü gündə, belə deyək. Dünən qərar çıxdı. Leicester'ın maliyyə fair play-nin pozulmasına görə xalı silindi. Bu komandanın üstünə yavaş-yavaş xətt çəkirlər dostlar. Bu oyuna belə bir seçim eləyəcəm. Bir-iki dəfə bu seçimə getmişik. Sociedad'ın oyununda, Crvena Zvezda'nın oyununda gəlib, qəşəng əmsallarla gəlib. 1x TFC-də bunu oynamaq olur. Plus gol. Yəni artıq bəsdir də, Leicester deyəcək, amma Birmingham'da Birmingham'dir qardaşlar. Ölkənin ən köklü klublarından biridir. 1x plus gol. Kim necə istəyir elə dəyərləndirsin. Wrexham Millwall oynayır. Ryan Reynolds'ın komandası. Mən deyirəm ki, Wrexham udar bu oyunu. Yaxşı da əmsal açıblar, çünki rəqib Millwall'dur. Tərs rəqibdir. Baxmayaraq ki, evində oynayır. Wrexham hər hansı bir hissəni qazanar. Time'da vurar hətta, düşünürəm. Amma qələbəsi mənim maraqlıdır. Bir top fərqlə qələbə hətta. Millwall'dur deyə rəqib. Wrexham bəzən o müəllimin komandasıdır deyə, o da biraz Hollywood ulduzudur da, belə Hollywood filmləri çəkməyə qadirdirlər. Bu şənbə gününün analizləridir dostlar. Əliniz bir like uzanarsa sevinərəm. Keçirəm bazar gününə sürətli şəkildə. Arminia Bielefeld Braunschweig-lə oynayır. 16:30-da bazar günü hər iki komanda qol vurar. Senarisi ilə ekstraya da gedə bilər hətta burada. 3-cü qolda görə bilərik. Alkmaar Ajax. İkisi də izlədiyim və sevdiyim komandadır. O gün Troy Parrott bir dənə qol verdi. Mən elə bildim bu adamın arxasında gözü var. Görmədiyi yerə bir dənə arxa ilə skitka. Çünki orada sinə ilə saxlayıb nə edəcəksən? Hiss elədi oyuncunu. O da dank endirdi, qoydu qapıya dərhal. Bir toxunuşa qoydu qapıya topu. Möhtəşəm oyuncudur. Tottenham başına döyə-döyə qalıb yəqin ki. Parrotu satacaqlar, yaxşı qiymətə satacaqlar. Nəysə, Alkmaarın ev oyunlarına bələd olan bir adam kimi. Əmsalla var deyə, çünki bu mərkəzi oyunlardan biridir. Mərkəzi oyundur. Biridir nədir? Ağlım şeyə getdi. Turun mərkəzi oyunudur. 1. Ajax uduzmaz bu oyunu. Grimin Ajax uduzmaz bu oyunu. Ajax hər hansı bir hissəni qazanar. Go Ahead Eagles Telstar. Go Ahead Eagles'ın oyunları, bunlar həftə içi də bilirsiniz də, kubokda oynadılar. Bir prova oldu sanki. Go Ahead Eagles'ın publikasını sizə dəfələrlə izah eləmişəm də. Eagles time'da vurar dostlar, mən burada deyirəm. Publika az qala düşüb döymək istəyir oyuncular ki, davay vur tez. Belə bir komandadır. Nizza Monaco. Üst ortalığa. Mən bilmirəm Monaco hara gedir, necə gedir, niyə gedir. Monaco'nu Strasbourg'la oyunda gördünüz kubok oyununda. Dünən gecə olub da, yəni mən yenə xatırladıram. Birdən videonun burasından kimsə başladı baxma. Mən cümə gün çəkirəm bu videonu. Abi, boş komandadır, çox boş komandadır. 3 üst. Ortalığı atırıq çəkirik qırağa. Nitsa 2 top vurar mən deyirəm bu Monaco'ya.
Çünki Monakoda da artıq iplər qopur. Ki bircə o qalıb ki, kral çağırsın otağa, hərəsini bir şillə qoysun ki, siz nə oyun çıxardırsınız? Belə. Auxerre Paris. Paris bu Auxerre 2 top vurar, mən tanıdığım Paris. Marseille 2 top vuran Paris bu Auxerre səfərdə 2 top vurar. Time'da vurar, hətta time'da isə 8'ini vurar. Beşiktaş Alanya. Beşiktaş time'da vurar. PSG Marseille. PSG Marseille məhv-nabud küllük eləməyə çıxacaq yəqin ki bu oyuna. Çünki Marseille'dir rəqib. Nə durumda olur olsun Marseille'dir. Amma Marseille bu qədər yarım müdafiəçini, hücumçunu hara yığır mən bilmirəm. Müdafiə rəzildir. Sistemindən də əl çəkmir də Dezerbi. Luis Enrique'də bu lazımdır. Qəşəng oynuyorlar, gözəl oynuyorlar. 1-5 üstdən qələbə. Çünki 1-0'a razı olmaz. Həm Parc des Princes razı olmaz. Həm Enrique razı olmaz, həm də oyuncular razı olmaz. Belə dostlar, məndən bu qədər. Öpürəm sizi, bağırma basıram. Mən Liverpool City oyununa, Bavaria Hoffenheim oyununa oynamağa məcbur deyiləm. Nə bilim, Galatasaray oynayır, niyə gedib girmirsən? Girmirəm abi, sən get gir. Mən istəmirəm. Allah razı olsun. Bunlar gəlsin, bunların 90%-i gəlsin, sizdən gözəl mesajlar gəlsin, bəsimdir. Bilirəm ki, əziyyətim yerdə qalmır. Öpürəm, bağırma basıram. Allah'a emanet olun.